Bir bədbəxt hadisədən danışım sizə. Yaxın oturun. Deməli, Naxçıvandakı Ensali hərbi hissədə 40 dərəcə pilusla əsgər müraciət edib tibb məntəqəsinə və tibb məntəqəsində əsgərə ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq əsgər dünyasını dəyişib, rəhmətə gedib və bunu ilə bağlı tibb məntəqə rəisinə cinayət işi qaldırılıb. Ümumiyyətlə, xidmətdə olan, hərbi hissələrdə olan həkimlər, tibb məntəqə rəisləri və həkimlər çox diqqətli olsunlar. Ümumiyyətlə, sizlər məndən yaxşı bilirsiniz ki, əsgərdə hər hansı bir qızdırma varsa, o təxliyə edilməlidir hospitala. Belə şeylə mən baxaram, ilkin tibbi yardım göstərərəm filan və nəticə bu. Əsgər dünyasını dəyişdi.